Vaxtınız xeyir olsun, dəyərli müəllimlər, müdavimlər. Mən Natəvan Zamanzadə, kurikulum üzrə təlimçi, hər birinizi salamlayıram. Bu günləri kurikulumdan yeni bir sualın izahını verəcəm və izaha başlamamışdan əvvəl onu qeyd edim ki, siz bizim aprel ayında açılacaq kurikulum sınaq qrupumuza qoşula bilərsiniz. Sınaq qrupunda sizlərə nələr təqdim olunacaq? Heç bir yerdə işləmədiyiniz situasiya tipli testlər, bu testlərin izahı, son 4-5 ilin MİQ və sertifikasiya imtahanında istifadə olunmuş suallar və bu sualların izahı, həmçinin model sual nümunələri və özümüzün tərtib elədiyimiz yüzlərlə situasiya tipli sınaqlar işləyəcəksiniz. Sınaq sualları işləyəcəksiniz və qeyd edim ki, sınaqlarla yanaşı bunların izahını da dinləyəcəksiniz və bu zaman sizin təhlil etmə, situasiyaya yanaşma, tətbiq qabiliyyətiniz daha da, bacarıqlarınız daha da formalaşmış olacaq. Və bizim sınaq qrupumuza qoşulan müəllimlərin keçən nəticələri yüksək olmuşdur. Çünki bilirsiniz ki, metodika elədir ki, nə qədər əzbərləsək də tətbiq etmək çox vacibdir. Və siz bu tətbiq etməyi bizim sınaq qrupumuza qoşulmaqla formalaşdıra bilərsiniz. Sınaq qrupuna qoşulmaq üçün 050 837 03 05 nömrəsinə yazaraq dərslərimiz haqqında geniş məlumat əldə edə bilərsiniz. Və çoxsaylı suallardan biri də müəllim, ödəniş nə qədər olacaq? Ödəniş minimum qoymuşuq müəllimlər. Minimum ödənişlə bizim dərslərimizə sınaq qrupumuza qoşula bilərsiniz. Cəmi bir dəfə ödəniş ödəməklə MİQ müəllimləri bir dəfə 25 manat ödəyəcəklər. Sertifikasiya müəllimləri isə bir dəfə 20 manat ödəyəcəklər. Bir dəfə ödəniş ödəməklə siz bizim sınaq qrupumuzdan qoşulub faydalana bilərsiniz. İndi başlayaq sualların izahına. Müəllim coğrafiya dərsində şagirdlərə ölü dəniz haqqında məlumat verir. O bildirir, ölü dəniz İsrail və İordaniya dövlətləri arasında yerləşir. Dəniz okean səviyyəsindən 402 metr aşağıdadır. Dəniz adlandırılsa da, əslində o göldür. Göldən heç bir çayın başlamaması mineral maddələrin və duzların göldə toplanmasına səbəb olur. Onun suyu okean suyundan 8 dəfə duzludur. Bu da ölü dənizi canlı varlıqlar üçün yararsız edir. Daha sonra müəllim şagirdlərə duzlu göllərin yaranmasına təsir edən amillər hansılardır? Bu barədə araşdırma aparmağı tapşırır. Müəllim dərsin əvvəlində şagirdlərə aşağıdakı qiymətləndirmə meyarını təqdim etmişdir. Deməli müəllimlər, sizə bu cür yanaşma öyrədim. Deməli baxırsınız situasiya, daha sonra deməli okean suyundan 8 dəfə duzludur. Bu da ölü dənizin canlı varlıqlar üçün yararsız edir. Bax, bura qədər nağıldır. Bura qədər sizin beyninizi yormaq üçün nağıldır. Bu sualı mən özüm tərtib etmişəm. Və minlərlə bu cür situasiya testi tərtib edirəm. Nəinki mənim testlərim, sizə təqdim olunan istənilən təlimçinin testi, Təhsil İnstitutunun özünün təqdim elədiyi o nümunə suallar ki var, sertifikasiya imtahanına dəstək məqsədi ilə, MİQ-də gördüyünüz suallar, situasiyanın böyüklüyü sizi qorxuzmasın. Bax, bura qədər. İndi burada coğrafiyadır. Olsun ədəbiyyat, tarix, texnologiya, təsvir incəsənət, hansı fənn olsun. Fənn barədə müəyyən məlumat verirsə, bura qədər nağıl idi. Bu sizi yormaq üçündür, bu sizə heç lazım deyil. Sadəcə olaraq o situasiyanı oxuyub biraz anlamalısınız. İndi buradan sonraki var. Deyir, daha sonra müəllim şagirdlərə duzlu göllərin yaranmasına təsir edən amillər hansılardır? Bu barədə araşdırma aparmağı tapşırdı. Bax, buralara diqqət edin. Müəllim dərsin əvvəlində şagirdlərə aşağıdakı qiymətləndirmə meyarını təqdim etdi. Təhlil etmək və əsaslandırmaq. Müəllimin məqsədi haqqında verilənlərdən doğru olanı müəyyən edin. İndi baxırıq. Müəllim meyarı da təqdim edib ki, müəllimin əsas məqsədi təhlil etmək, əsaslandırmaq bacarığı formalaşdırmaqdır. Və bunu araşdırma tapşırığı kimi verir şagirdlərə. Müəllimin məqsədi şagirdlərdə emosional taksonomiyanın intellektini formalaşdırır. Burada emosional intellektin daha doğrusu, burada emosional intellektik nə var ki? Yəni, ölü dəniz haqqında məlumat verir, deyir, get araşdırma apar. Getdi, bir getdi. Meyar daha çox şagirdlərin konseptual biliyinin formalaşmasına kömək edir. Həqiqətən də belədir. Çünki şagird nəyisə əsaslandırır, təhlil edir, səbəb-nəticə əlaqəsini müəyyən edir, izah edirsə, bu şagirddə konseptual biliyin deməli tətbiqini formalaşdırır, doğrudur. Müəllimin məqsədi şagirdlərdə idrak taksonomiyasını anlamaq mərhələsini formalaşdırır. Bilirsiniz ki, taksonomiyanın var yuxarı təfəkkür səviyyəsi, var aşağı təfəkkür səviyyəsi. Anlamaq, xatırlamaq, bunlar aşağı təfəkkürdür. Amma əsaslandırmaq bilirsiniz ki, tənqidi təfəkkürlə əlaqəlidir və bu dəyərləndirmək mərhələsidir. Dəyərləndirmək mərhələsi də yuxarı təfəkkürdür. Burada müəllim anlamağı formalaşdırmağa çalışmır axı. Burada müəllim təhlil etməyə və dəyərləndirmək mərhələsini formalaşdırmağa çalışır. Ona görə 3-də getdi. Müəllim şagirdlərə bu tip tapşırıq verməklə onlarda tənqidi təfəkkürün yaxşı inkişafına nail ola bilər. Həqiqətən də
Mən tənqidi təfəkkürü keçəndə orada cədvəldə 5'lik var. Yəqin ki, oxuyanlar, yaxşı oxuyanlar bilirlər nədən danışıram. Mən həmişə ona 5'lik xəmsə deyirəm ki, burada müşahidə etmə, təhlil etmə bacarıqları var da, nəticə çıxarma. Yəni o təhlil etmədə həqiqətən tənqidi təfəkkür formalaşdırır, əsaslandırmaq da həqiqətən tənqidi təfəkkür formalaşdırır. Ona görə 4 də doğrudur. Deməli, sualın doğru cavabı 2 və 4 B bəndi. Hər birinizə xoş dinləmələr, hər birinizə zehin açıqlığı arzulayıram.